Azər komandasının yaranmasının səbəbkarı kimdir? Yaxşı sualdır. Salam, Salam. xoş gördük İlham müəllim. Sağ olun. Bugünkü qonağımız Elman Quliyev Sabiroğludur. Bir sözlə, bir cümlə ilə özünüzü təqdim edə bilərsiniz. Əvvəla çox xoş gəlmisiniz. Mənim adım Elmandır. Familiyam Quliyev Sabiroğlu. Tüklə kəndində anadan olmuşam. Masallı rayonunun Tüklə kəndində Azərbaycanlıyam və gəlib Rusiyada öz işimi davam elətdirirəm. Rusiyadan qabaq əsgərlikdə olmuşam, Vengriyada əsgərlik eləmişəm. İdmanın köməyi ilə mən gəlib çıxmışam Rusiyaya. Onun da səbəbkarı rəhmətli Heybət müəllimlə Mirtemir müəllimdir. Yəni onların verdiyi bizə o motivasiya və onların verdiyi bizə düzgün yol gətirib bizi bura çıxartıb. İdmanın mənə nə köməkliyi olub, onu bilmək istəsəniz, həyatımda böyük rol oynayıb. Əsgərlikdən sonra gəlib, o qədər idmana həvəsim vardı, gəlib burada Novosibirsk oblastında bədən tərbiyə texnikumu qurtarmışam. 2 il Azərbaycanda idman müəllimi işləmişəm kəndimizdə. Vəziyyətlə əlaqədar mən oradan çıxıb gəlib, yenə qayıdıb gəlmişəm Rusiyaya və öz işlərimi davam elətdirirəm burada. O cümlədən idmanı da davam elətdiririk. 2011-ci ildə qərara gəldik ki, futbol komandasını təşkil edək. Azərbaycanlıları, gənclərimizi yığaq, futbol komandasını təşkil edək və bu Bersk şəhərinin çempionatında iştirak eləmək üçün birinci növbədə bu komandanı təşkil elədik. Çempionatda birinci yeri tutduq. Xəzər komandası, adı Xəzər komandası oldu. Yəni Lənkəranın Xəzər komandasının adından biz o adı da davam elətdirmək istədik. Bizim talış zonası olduğuna görə biz onu davam elətdirmək üçün elə də komandanın adını saxladıq Xəzər. Xəzər komandasının yaranmasının səbəbkarı kimdir? Yaxşı sualdır. Конечно, o Xəzər komandasını, yəni Mübariz Mənsimov yaratmışdı. Lənkəranın Xəzər komandasını. Mən də o adla götürüb burada Rusiyada, Novosibirsk oblastında o adı davam elətdirmək istədim. Ona görə də bizim gənc idmançılarımız yəni Bersk şəhərində yox, Novosibirsk oblastının özündə dəlneşi başladılar iştirak eləməyə. O cümlədən Eminin rəhbərliyi ilə. Emin Quliyev. Bəli. O rəhbərliyi ilə biz başladıq Novosibirsk oblastında çempionatlarda iştirak eləmək. Kubok Sadrujstva var idi. Yəni o Kubok Sadrujstvada uşaqların iştirakı çox belə gözə göründü. Rasim Babayev çox sağ olsun ki, bizə podderşka verdi, motivasiya verdi ki, yəni biz davam elətdirək. İndiyə qədər də o komanda iştirak edir. O komandaların kuboklarıdır da, o yarışların kuboklarıdır bunlar. Hətta bildiyimə görə, məndə olan məlumata görə birinci qızıl, təmiz qızıldır. Bəli. Bu Fərman Salmanovun şərəfinə turnir keçirilir hər il. O turnirdə bizim Xəzər komandası dəfələrlə yer tutub və bu da nəticəsi. Çox gözəl nəticə olub. Bir də belə bir sual vermək istəyirəm sizə. Bizim gənclərimiz indi çox pasiv həyat tərzi keçirdir. Sosial şəbəkələrdə oturur və idmana
çox da meylləri yoxdur. Siz neçə ildir ki, idmanla məşğul olursunuz, eyni zamanda da iş görürsüz. Yəni işi idmana qatmırsınız. Xeyr. Yəni nə işdə olsanız belə idman öz yerində qalır və sualım belədir. İdmanla məşğul olmaq üçün yaş məhdudiyyəti var? Qətiyyən yox. Onu deyə bilərəm ki, yaşın idmana heç bir aidiyyəti yoxdur. İnsanın daxilində olmalıdır. Yəni insan gərək özü çalışmalıdır ki, həm idmana vaxt tapsın, həm də işə. Bizim məşğul olduğumuz idman saat 8-dən sonra axşamüstü bizim cavanlar divanda oturub vaxtını keçirdilər. Amma biz 8-dən 11-ə qədər sportiv nizamlarda öz idmanımızı davam elətdiririk, məşqlərimizi davam elətdiririk. O cümlədən də öz işlərimizi də görürük. Yəni hətta bu yaşda belə 2 gün bundan öncə voleybol yarışına getmişdiniz. Bəli. Yəni bu da məncə cavanlara böyük bir dərs olsun ki, həqiqətən 30 yaşdan sonra evdə oturub televizora baxmaqla divanda həyat keçmir. Sağlamlıqları üçün idmanla məşğul olsun və siz də bundan bir nümunəsiz. Nümunə dedikdə, yəni biz indi davam edirik. Dəfələrlə baxmayaraq Bel şəhərində yaşayırıq. Çempion oblastı olmuşuq. 5 dəfə çempion oblastı olmuşuq. Voleybol üzrə bizim şəhər 5 dəfə çempion olub. Mən də o komandanın zbornunun üzvüyəm. Həmən komandada oynayırıq. 2 gün bundan qabaq da bizi Toms şəhəri dəvətləmişdi veteranlar arasında turnirdə. Müəyyən səbəblərə görə 3-cü yeri tutduq. Fərqi yoxdur. Bizim yaşda, bu yaşda o idman bizə böyük köməklik eləyir. Yəni bizim sağlamlıq cəhətdən, bizim общение cəhətdən, yəni komandalarda hər illər gedəndə məsələn bunlarla görüşürük, öz fikirlərimizi bölüşdürürük. Düzdür, bizim yaşda olanların sayı getdikcə azalır. Yəni çoxları nədənsə məsələn sağlamlığa görə, yəqin ki, travmaya görə çoxları iştirak edə bilmir belə yarışlarda. Baxmayaraq voleybol yarışlarından savayı Bers şəhərinin futbol komandasında da veteranlar arasında keçən il 1-ci yeri tutmuşuq. İnşallah çalışırıq bu il də davam edir. Çox aktiv idmanda, çox aktiv iştirak edirsiniz. Sonunda gənclərimizə nə məsləhət vermək istəyirsiniz? Gənclərə məsləhətim odur ki, gənclər divanda oturub, telefonda oturub vaxtlarını itirməsinlər. Öz vaxtlarını keçirsinlər idman zallarında, trenajör zallarında öz sağlamlığını qorusunlar. İdman sağlamlıqdır. Əgər onlar öz sağlamlığını məşğul olsalar, onların gələcəyi stimul olacaq ki, öz daşı onu prodalcat eləsinlər, yəni davam elətdirsinlər. Mən onlara arzum odur, heç vaxt idmanı atmasınlar. Nə qədər bacarırlar, idmanla məşğul olsunlar. İdman uşaqların psixologiyasına böyük təsir göstərir.